Meryem xanım, sizin ananızın cavablarını oxudum. Ne var orada? Deməli belə. Sizin qanınızda zəhərli maddə aşkar olunub. Buyurun. Ne oldu? Meryem. Zaur, yaxşıdır mən sizi tək buraxım. Ne yazılı orada Meryem? Analizlerin cevabıdır. Burada yazılıb ki, qanımdan zəhərləyici maddə tapılıb. Deməli, mən zəhərləndiyimə görə Sen özün zehirlenmişsen yoksa bilmirəm. pekenesi yemişsen içmişsen? Heç nə başa düşə bilmirəm mən, Zaur. Mənə senden danışarım. Görüm ne meseledir. Özümü elə pis hiss edirəm ki, ürəyim sıxılır.
Ürəyin sıxılır, çıxaq biraz hava alaq. Hə? Şöyle. Gəl. Gəlirsən? Nuray, indi biz ne yiyeceğiz? Allah bilir o analizlerin cevabında ne çıkacak. Birden o her şeyi öğrendi. Onda ne yiyeceğiz ya? Ay kız bir şeydi de. Benim burada az kala yüreğim partlayır ama sen hiç vecime değil. Nahaq yerə fikir eləyirsiniz. Analizlər nə deyə bilər ki? Ne diyebilir? Çıkacak da analizlerde ki bu kız nese bir derman için. Lap tutalım çıxdı. Bunun sizə nə dəxli var ki? Kim bilir siz vermisiniz dərmanı? Nuray, sana demişim ki siz yok biz. Bu işte senin de elin var. Yadından çıkmışsa Meryem'e derman içitmeyi sen mənə yolu getirdin. Məsbə xala, siz indi çox narahatsınız. Biraz sakitləşin də. Sakit ola bilmirəm. Evvel ahır bilinecek ki kimse ona derman içirdi. Qoyun hələ bir gəlib çıxsın. Görək nə deyir. Ondan sonra danışarıq. Eşi, teze ne haber olabilir? O müdürə kimdensə şübhələnəcək, biləcək ki kimse ona derman verib. Siz çox narahat aparırsınız özünüzü. Məryəm də sizdən şübhələnəcək. Yok, Allah vermişdi. Onun yanında özümü belə aparmayacağım ki. Ne oldu? Zahir, düşünürəm ki, əgər mən özüm zəhərlənməmişəmsə, onda necə? Deməli, mənim uşağımı kimsə öldürmək istəyir. Məryəm, elə şeyləri fikirləşmədən xahiş edirəm səndən. 100% sən özün zəhərlənmirsən, başqa şey ola bilməz. Həsəndən də soruşarıq, araşdırırıq. Məryəm, Mən daha çox diqqətli olmalıydım Zahir. Həkim mənə demişdi ki, uşağı bitirə bilərsən. Yeməyimə, içməyimə fikir verməliydim. Mən nə elədim? O uşaq olmalıydı ya Zahir. Sağlam olmalıydı. Məryəm, sənin günahın yoxdur. Yoxdur günahın. Var. Var. Elə bütün günahlar məndədir. Hər dəfə mən bu xəstəxanaya düşəndə özümə söz verirdim ki, bura bir də düşməyəcəm, bir də bu təkrarlanmayacaq. Hər şey dəyişəcək. Neylədim mən? Heç nə eləyə bilmədim. Mən körpəmi qoruya bilmədim. Mən ana ola bilmədim. Könül. Ay Könül. Nədir? Bax, sözə qulaq asmırsan. Elə alınır ki, mən də səni vurmalı oluram. Ha da, bütün günahlar məndədir axı. Sən vız düzsüz. Yaxşı da başlama yenə. İndi istəmədən sənə şillə vurdum da. Söhbət ona deyil, sənin dillərin mənə toxunur. Ay qız, mən sənə nə dedim axı? Nəysə, mən daha boka danışmaq istəmirəm. Könül, kar deyildin. Axşam öz qulaqlarınla eşitdin ki, Vidadi nəçidir. Gözün kəllənə çıxmışdı ki, təəccübdən. Mən buna inanmıram.
Allah and olsun bu saat səni dünənkindən betər vuraram ha. Mən gəlmişəm bununla barışım. Yox, səni xoşluqla söz başa salmaq olmur. Dedim ki, o ilkin söhbəti bağlandı, deməli bağlandı. Eşitdin məni? Sən nənəm? Yaxşı. Özdə ağzında söz qalsın. Qaçıb hər şeyi bibinə danışma. Eşitdin də atan nə dedi? Əgər Məryəm bu işlərdən xəbər tutsa, vay sənin halına. Hə də, sizin adətiniz də hamıdan hər şeyi gizlətməyə. Şunun ağzını yum. Bircə sən qalmışdın bizə yol göstərən. Danışanıma bir bax. Özün də ged oyana, çay hələ qaynamayıb. Necəsən Həsən? Həsən. Pisəm Nuray, çox pis. Niyə? Nə olub ki? Səhər Məryəm gəlmişdi. Elə sən qabağınca çıxdı. Məryəm gəlmişdi. Məryəm sənin yanıma niyə gəlir ki? Əslində mənim yanıma gəlməmişdi. Bu gün onun həkimi yox idi. Elə alındı ki, analiz zəncabını mən verməli oldum ona. Nuray, nə məsələdir bu? Ya Məryəm başını itirib, ya da ki, onun xəbəri yoxdur uşağı nəyə görə düşüb. Həsən, sakitləş. İndi mən sənə izah eləyəcəm. Nuray, mənə bir dənə denən görüm, Məryəmin bunlardan xəbəri var ya yox? Var, əlbəttə var. Nə sözdür ki? Yaxşı, onda bəs bu tamaşa nə üçün idi? Gəlmişdi, öyrənsin uşağım nəyə görə düşüb? Özü də elə inandırıcı görsənirdi ki. Həsən, əslində bugün bura Azər gəlməli idi. Məryəm ona görə ondan əvvəl gəldi ki, analizlərin cavabını götürsün. Həm də sən sonradan Azəri görəndə deyəsən ki, Məryəm necə pis olmuşdu. Mənim niyə bunlara inanmağım gəlmir görəsən? Niyə mən bunlara inanmıram? Nuray, sən mənə yalan danışsan. Xəstəxanaya getmişdin. Nə oldu? Nə dedilər? Məryəm, Mən haradaydın sən? Niyə mənə deməmiş evdən çıxmısan? Azər biraz tək qalmaq istəyirdim. Sənə olmaz axı hələ. Azər, imkan ver də bir söz soruşum. Nə oldu? Həkimlər nə dedi? Ay ana, elə burada. Keç içəridə danışaq da. Keç. Həkim mənə dedi ki, mən nədənsə zəhərlənmişəm. Zəhərlənmisən? Onun buna nə dəxli var? Bilmirəm Azər. Elə özüm də təəccübləndim. Maraqlısı da odur ki, mən heç həmin günü belə bir şey də yeməmişdim. Bir dənə axşam çay içdim, vəssalam. Başa düşmədim. Nə demək istəyirsən? O çayı sənə mən vermişdim. Yəni səni mən zəhərləmişəm? Hə? Bunu demək istəyirsən? Nəsbə xala, mən belə söz demədim. Ay ana, Məryəm elə söz demədi axı. Ona bax, indi də günahkar axtarır. Utanmırsan, düz mənim gözümün içinə deyirsən ki, mən səni zəhərləmişəm. Ayıb olsun sənə. Ay ana, bəsdir də. Məryəm elə söz demədi axı. İndi sözü səhv dedi də. Sən yerində sakit dur. Mən özüm yaxşı bilirəm o nə demək istəyir.
Nəsbə xala, mən demək istəyirəm. Kes sesini. Bir uşaq nədir onu saxlaya bilmədin. İndi də günahkar axtarırsan. Ana! Sən heç vaxt danışdığını bilmədin, Dayana, bilmədin. Niyə sakit durmusan? Bilirsən nə var? İnanmırsan, inanma. Mən Məryəmə kömək eləmək istəmişəm. İstəməmişəm ki, bu söhbət çevrəyə yayılsın. Hələ bir mənə yalancı da deyirsən. Nuray. Bağışla, mən istəməzdim səndən belə danışım. Amma mən Zahra görə eləyirəm da bunları. Məryəmə elə görəndə lap pis günə düşür o uşaq. Mən səni başa düşürəm. Amma sən elə danışırsan ki, elə bil mən günahkaram. Məryəm mənim rəfiqəmdir. Məndən nə istəyibsə, mən də onu eləmişəm. Əgər bugün bura gəlib, burada nəsə oyun çıxardıbsa, deməli belə də lazımdır. Razıyam Nuray, razıyam. Bir daha bağışla. Başa düşürəm, sən Məryəm düşünüb belə hərəkət edirsən. Onu belə görəndə mən də başımı itirdim. Zaura heç nə deməmisən ki? Yox. Analizin cavablarından çıxan o maddə haqqında soruşdular. Məzub qaldım, dedim ki, araşdırıb sizə bir şey deyərəm. Bəs nə deyəcəksən? Nə bilim, bir şey fikirləşib deyəcəm. Nəsə mən Zaura yalan danışanda özüm bir təhər hiss eləmək, Nuray. Sən çox sağ ol. Sən mənə çox böyük yaxşılıq eləyirsən. Əgər Zaur bilsə, çox narahat olacaq. O nə qədər az bilsə, o qədər yaxşıdır. Mən də istəmirəm ki, Zaur narahat olsun. Düzdür Nuray, düzdür, o da düzdür. Düz deyirsən. Yaxşı da Məryəm, oldu keçdi. Amma sən də bax dənə danışırsan da. O nə deməkdir, bir dənə çay içmişəm, vəssalam. Adama belə şey deyərlər. Azər, mən olanı deyirəm də. Həmin gün mən bu evdə bir dənə çaydan başqa heç nə içməmişdim. Bax, yenə dediyini deyirsən də. İndi sənin sözündən belə çıxır ki, sən mənim anamı günahlandırırsan ki, bizim... Nə olun Məryəm, hə? Bax, nə baş verir? Yəni, mən də dərd çəkirəm, sən tək deyilsən. Amma bu o demək deyil ki, olanı kimisə üstünə atmalısın. Azər, mənə həkim açıq-aydın dedi ki, sənin qanında zəhərli maddə tapılıb. Əşi, indi tapılıb. Nə bilmək olur, nədir? Bəlkə indi analizlərin cavabı səhv deyil. Bəlkə, nə bilim, 1000 dənə şey ola bilər. Bəlkə 5 gün qabaq nəsə yemisən, təzə təsir eləyib. Buna görə dava salmaq lazım deyil ki, evdə. Hə? Mən dava salmıram. Sadəcə başa düşmək istəyirəm ki, nə baş verdi. Mənim uşağım... O mənim də uşağım idi. Eşitdin? Xahiş edirəm, bir də bu söz-söhbət evdə olmasın. Mən indi o halda deyiləm ki, sizin ikinizin də qışqırığına qulaq asın. İmkan verin, başım sakit olsun. Mən başa düşmədim, Həsən. Bu nə maddədir? Tərkibində nə var? Konkret Məryəm nədən zəhərlənib? Zar, onu hələ dəqiq deyə bilmərəm. Amma onu bilirəm ki, bu maddəyə görə uşaq onun tərkibini öyrənəcəm, Zar.
Zaur. Necəsən? Nə cəb burada? Bir-iki dənə əşyam var idi, gəldim onları götürüm. Bəlkə oturaq bir çay içək. Hüseyin mənim nəyə lazımdır bu çay içmələr filan? Restoranı almaq istəyirdiniz, aldınız. Daha nə istəyirsiniz? Zaur. Mənim problemlərim Vidadi iləndir, sənə yox. Mən istəyirəm ki, biz dost olaq. Siz necə öz-özə təsəvvür edirsiniz ki, mən atamın düşməni ilə oturub çay içəcəyəm? Belə şey mümkündür, bağışlayın. İndi isə bir-iki dənə əşyamı götürüb gedirəm. Zaur. Vidadi mənim haqqımda sənə nəsə danışıb, hə? Onun dediklərindən bir sözü belə doğru deyil. Mənə artıq maraqlı deyil. Nə doğrudur, nə həqiqətdir. Alo. Ay, eşidirəm. Sən onu mənim köməkçimdən soruş. O məndən daha çox şeylər bilir. Mənə zəng edən siz idiniz? Dünən mənim dediyim malları hazır eləmişsən. Hazır. Hə, yaxşı. Bunu götür. Keç, yaxınlaşacağam sənə. Olur. Yaxşı? Tamam. Gülnar, Sən düz dedin Rüfət. Mən sənin işlərinə qarışmamalıyam. Gülnar, Ehtiyac yoxdur Rüfət. Mən hər şeyi çox yaxşı başa düşürəm. Dünən biraz özümdən çıxdım. Amma istəmirəm məni elə bir insan kimi tanıyasan. Çünki mən elə biri deyiləm. yox, bilirəm, bilirəm. Rüfət, istəyirəm biləsən ki, mən əslində səndən heç nə gözləmirəm. Heç bugündən sonra da o haqda sənə heç nə deməyəcəm. Bilirsən, mən sənin xətrivə dəymək istəmirdim. Bilirəm. Bilirəm Rüfət. Yaxşı, mən gedim, sonra danışarıq. Yaxşı. Mən idim. Niyə lazım idi bu? Nəyə lazım idi bu? Biraz səbirli ol. Vaxtı gələndə hər şeyi biləcəksən. Hansı vaxtdan danışırsan sən? Gündə mənə zəng elib ağzı o gələni danışırdı. Kimsən sən? Nə istəyirsən məndən? Mən istəyirəm ki, sənin, Məryəmin, hamımızın həyatını dağıdan insanlar öz cəzalarını çəksinlər. Belə mənim yaxşılığımı istəyirsənsə kim qaçırdın Məryəmi? Hə? Kim qaçırdın Məryəmi? Mən bildiklərimin hamısını səninlə bölüşdüm. Hələ ki, bəzi adamlar var, onlar da özüm axtarıram. Bəlkə elə sənin öz əlin var bu işdə. İnanmaya bilərsən. Mən sənə sübut eləyəcəyəm, amma sözdə yox. Elə şeylər var ki, onları özün görməlisən. Bundan sonra biz tez-tez görüşəcəyik. Mən sənə yenidən əlaqə saxlayacağam. Nə olub? Heç nə.
Deyəsən özünə təzə işçi tapmısan. Elə bilirsən o sənə pulları qaytaracaq. Sən mənim söhbətlərimə qulaq asırsan? Salam aleyküm. Mən də bu evdə yaşayıram da. İstər-istəməz eşidirəm hər şeyi. Sən o Azərə verdiyin pulları özünə qaytarmaq istəyirdin, hə? Yum ağzını. Sən aid olmayan işlərə başını soxma. Sən niyə belə eləyirsən axı? Hə? Olmaz ki bir dəfə pula görə yox, başqa bir nəsə istəyəsən. Hı? Pula görə restoranı satdın, satdın. Pula görə Azəri allatdın, allatdın. Mənə maraqlıdır, indi neyniyəsən pula görə? Hə? Cavab ver də. Kes səsini. Mənim səbrim tükənə bilər. Mən özümü qoydum qırağa, ha, mən eşkiməm. Mən Zara görə yanıram, Yazıq özünə bir gün ağlamaq istəyir, amma sən icazə vermirsən. Atasının axı özü yaxşısından ailə belə ata yox. Onun ən böyük düşməni elə sən özünsən. Hələ mən bilmirəm, ha, sən başqa nə eləmsən. Hələ mənim başıma nə iş gətirmisən. Lənət şeytana, lənət şeytana, lənət şeytana. Anamı da sən çaydadıb öldürdün də. Susun, küçük. Sənin kimi oğuldansa, kör qızım olsaydı daha yaxşı olardı. Yenə dava eləmisiniz. İndi nə üstə oldu? Bir dəqiqə gözlə. Danış görüm. Mən getdim axı analizlərin dalıyca. Aha. Orada çıxdı ki, qanımda zəhərləyici maddə tapılıb. Nə danışırsan sən? Zəhərlənmə olur? Yəni mən həmin gün elə bir şey yeməmişdim. Bir dənə axşam çay içmişdim, onu da... Onu da sənə Nəsibə xala gətirib. Məryəm, indi demək istəyirsən Nəsibə xala səni zəhərləyib? Yox, yox, elə şey demək istəmirəm. Nə bilim, Nuray, bilmirəm. Yəni, mən düşünmək istəmirəm ki, bu qadın öz gələcək nəvəsini... Hər halda mən buna inanmaq istəmirəm. Ayda, nə bilim, eyvallah. Mən də inanmaq istəmirəm ki, Nəsibə xala belə şey eləyər. İndi davadalaş buna görə qopdu sizdə. Hə, bir dənə söz dedim, hamı düşdü üstümə. Bilmirəm özümdə. Bəlkə ağlımı itirirəm mən də. Bu olanlardan sonra heç cür özümə gəlməmişəm. Məryəm, əslində şübhələnməyə haqqım var. Qaynanan sənlə heç vaxt yola getməyib də. Eləsə ancaq o səni zəhərləyə bilər. Başqa kim ola bilər ki? Validə, sən danışdın könlünü. Şeyx bəs də səndə. Heç kim qaçıb sənin sevimli bacına bir söz deyən deyil. Yaxşı, bəs sən niyə bozarmısın? Sənin bu qızın mənim başıma ağartmamış, rahatlaşmayacaq. Şimdi bir dəfə gəldi, özü istəmədən söhbətimizə qulaq asdı da, işin olmaz. O boş şeylərdir, o boş şeylərdir. Yaxşı, bəs nə edirsən ki sən? Hə? Validə, səninlə nə emək? Yəni, ümumi deyirəm də, qız böyüdükcə problemləri də artır. Burada nəsə var. Başqa nə olacaq, səndəki? Bax, Validə, sənə deyirəm.
yalanın düz 40 gün ömrü olur. Sən elə bilirsən ki, mənə nəyisə yalan deməklə düz elirsən. Yox, elə deyil. Bax, nəsə olsa, mən onu səndən görəcəyəm, ha, Validə. Hə, nəsə demək istəyirsən mənə? Bəsdir də, qurban olum sənə, bəsdir də. Mən nə deyirəm, sən nə deyirsən? Nə olub Azər? Heç nə fikirləşirəm. Nə fikirləşirsən? Fikirləşirəm ki, indiki dayı borcum yoxdur, hamısını siliblər. Bu pulları aparım, qaytarım İlqara da. Puldur da. Qoy qalıb evdə. Onsuz da İlqar onları sənə borc verməyib ki. Nə olsun borc verməyib, ay ana? Heç vaxt eləyib soruşa da bilmədim bu qədər pulu hardan tapıb. Nə evə lazımdır, soruşasan. Özü dedi ki, bu pulları sənə verir. Götür. Onsuz da işsiz qalmısan. Hə, indi işsiz qalmışam deyə cəmaatın pulunu yeməliyəm. Yenə onun gic damarı tutdu da. Azər, ana qurban. Özün demirdin ki, iş qurmaq istəyirsən, götür bu pulları özün təzə iş qur. Sən elə bildiyini də danışırsan, bilmədiyini də. Bəs İlqar deməz ki, hardan tapdı o qədər pulu, iş qurdu? Bir şey fikirləşib deyərsən. Deyərsən ki, Nuray verdi ya da bilmirəm, kimsə başqa adam kömək elədi. Nədir? Arvadın mənə şər atandı, yaxşıdır. Estağfurullah, heç bu söhbətin yeridir. Heç dəxli var ayana. Sən elə bu evdə nə söhbət oldu, hərləri fırladıb gətirirsən Məryəmin başına. Onu bu da azdı. Eşitmədin, mənə nə dedi? Güya ki, bunu mən... Estağfurullah. Onu bu sözləri deyən yerdə görün, diri quruyaydı. Ayana, qurban olaram sənə. Get mənə çay gətir. Mən də görüm bunu nə edirəm də. Bir şey fikirləşim. Azər qadası, əfəl olma. Deyərsən ki, Zahurun borcunu vermişsən. Götür bu pulları özünə günahla. Dediyim kimi, mən də qalmışam fikirləşə, köhnə işimə qayıdım yoxsa yox. İndiki zamanədə işsiz qalmaq bilirsən nə deməkdir? Mənə yaraşmaz işsiz qalmaq. Düz demirəm? Düz deyirsən. Sənə yaraşmaz. Amma mən sən üçün bir iş tapa bilərəm. Özgəsi dönsən ki, xala olur. Çox sağ ol mənim qardaşım. Xala olur. Sən düzəlmədin. Yaxşı, olsun xala olur. Çox sağ ol xala olur. İnansan, avtosalonda işləyəndə başımı qaşımağa vaxtım yox idi. Özün bilirsən də mən qohumpərəst adamam. Xala üçün necə darıxmışam. Sən bir gün işləməkdən başım patlayacaq. Hər şey, bayaqdan mən danışıram. Sən danış, necəsən, nə edirsən, nə işlə məşğulsan. Ayın başından hiss olunur nəsə böyük işlə məşğulsan, hə? Bir iş adamının sözcüsüyəm. Vəssalam. Yaxşıdır da, bundan yaxşı iş. Cəmaət deyir ki, bir iş adamının sürücüsü olun. Hər yanında yaşıl işıq deyir sənə. Xala oğlu, tək sürücüsən, yoxsa başqa işlərlə də kömək edirsən? Sürücü. Hə, bəs. Lap yaxşı.
Məryəmlə nə danışırdınız? Qapını da bağlamışdınız. Olanları Bu da bəladı gəldi mənim başıma. İndi düşəcək mənim üstümə. Nəsibə xala, siz niyə narahat olursunuz ki? Olmuyor. Yox. Məryəm sizi günahlandırır. Siz də bunu öz xeyrinizə istifadə eləyin. Necə yəni? Nəsibə xala, biz bu uşaq məsələsini niyə elədik? Məryəmi bu evdən uzaqlaşdırmaq üçün. Düzdür? Hə. Vəssalam. İndi də özü sizə şərait yaradır. Sizə şər atır. Adını belə qoyaq. Birazdan başlayacaq davadalaşa. Düşəcək sizin üstünüzə. Azər də sizin tərəfinizi tutacaq. Birdən tutmazsa, birdən Məryəm hər şey öyrənsə, onda necə? Hardan öyrənir? Heç vaxt bu mümkün olan şey deyil. Qoyun biraz da qızışsın. Bunun bizə xeyri var. Nə qədər çox qızışsa, o qədər də yaxşıdır. Nə olub, yaxşıdır hər şey? Əladır. Niyə əsəbləşmirsən? Bezdim mən bunun əlindən. Hamı elə bir bunun üçün oyuncaqdır. İstədiyi kimi oynayır, atır, tulluyur. Kimdən danışırsan? Kimdən olacaq? Atamızdan. İlkin danışığa fikir ver. 1000 dəfə sənə demişəm ki, nə olursa olsun o bizim atamızdır. Onun haqqında belə danışa bilməzsən sən. Belə çox istəyirsən atamızı? Hə? Gəl sənə maraqlı bir şey danışım. Sənin Azərə verdiyin pullar var idi ha. Bax, o pulları atamız özü adam göndərib, götüzdürüb ki, o yazıq təzminat ödəsin.